Salam dostlar, hoş gördük her birinizi. Gençler Klubu efirdədir. Bəli dostlar, bugün də yenə mövzumuz eynidir. Azərbaycanda bugün gençlərin yaşayış tərzi və onların imkanları. Bugün demək olar ki, hamımıza məlumdur Azərbaycanda baş verən hadisələr və mən indi bayaq bir yazıya rast gəldim. Siz təbii ki, Zahid Oruc adında millət vəkilini tanıyırsınız. Ve o bütün bugün Azerbaycan'da baş verən hadisələrlə bağlı bir yazı paylaşıb. Yəni Heydər Əliyevin həyat yoldaşı haqqında, yəni onun keçmişi haqqında yayılan materiallarla bağlı söhbətlər və Zahid Oruc buna münasibət bildirib. Və Zahid Oruc yazır ki, təbii məsələdir ki, hər bir insanın keçmişində nəsə ola bilər. Yəni, bunu çox təbii qarşılamaq lazımdır. Və təbii məsələdir ki, Heydər Əliyev də bütün, yəni öz həyat yoldaşının keçmişi haqqında bütün məlumatları bilirdi və təbii məsələdir ki, elə sevəndə insan baxmır. Yəni, əvvəli nəymiş? Yəni, fərqi yoxdur. Yəni, insani nöqteyi nəzərdən təbii məsələdir ki, bu belədir. Yəni, doğrudan da biz hər birimiz oturuq deyək ki, məsələn, bugün Heydər Əliyevin deyək ki, həyat yoldaşı o Alyona'nın hardasa 30'u ötüb yaşı. Təbii məsələdir ki, bu oturub evdə Heydər Əliyev gözləməyə şeyi yox idi ki, gəlsin hardansa Heydər Əliyev adında bir gələcək və buna eşq elan edəcək, buna vurulacaq və bununla evlənəcək. Məsələ bu deyil dostlar. Məsələ budur ki, məsələ burasındadır ki, bu Zahid Oruc, bu şərəfsiz. Hələ 90-cı illərdə, yəni ilk dəfə Heydər Əliyev hakimiyyəti gələndə bilirsiniz də bu keçmiş millət vəkili Fəzail Ağamalının bacısı oldu. Yəni inanın mənə, yəni bütün təcrübələr göstərir ki, yəni gələnlər, yəni baxın, Heydər Əliyevin oğlu İlham Əliyev, baxın. Hamı Heydər Əliyevdən söylüdü, bugün İlham Əliyev söylüyor və deyir Allah rəhmət eləsin, Heydər Əliyev bunun yanında məli başlı adam idi. Fəzail də eynən, yəni baxın, bacısı olub, dünən Fəzaili söylüdük, bugün Zahid Orucu söylüdük, ona görə ki, Zahid Oruc Fəzaildən də şərəfsiz imiş. Mən niyə deyirəm bunları dostlar? Baxın, hələ biraz bundan əvvəl hamımız gözəl bildik ki, Mehman Hüseynov öz paylaşımlarında, öz videolarında danışmışdı bu vaxtda. Yəni İlham Əliyev və onun bandası, Əli Nağıyev şərəfsiz, hansı ki, o rüşvətxor, o korrupsiyonör gədə təsəvvür edeyim. Gedir Mehman Hüseynovun evinə kamera yerləşdirir. Bax. Və 4 il və yaxud da 5 il də fərq eləməz neçə il olsun, yəni o kamerlə onun izləyir ki, görsün bu evdə nə baş verir və 4 ildə və yaxud da 5 ildən sonra Mehman ölkəni tərk edəndən sonra bunun atasını və deyək ki, qardaşını çağırıb ona deyirlər ki, bəs belə-belə, sən bizə işləməlisən və yaxud da Mehmana tapşır bizim əleyhimizə danışda biz bunları paylaşacağıq. Təsəvvür edeyim. Və bugün də məlum olur ki, baxın dostlar, mən yenə o mənada deyirəm ki, bu Zahid Orucun şərəfsizliyindən danışıram. Yəni İlham Əliyev və onun oğlu Heydər Əliyev. Yadınızda da Heydər Əliyev də məsələn, hələ bir orta məktəbdə oxuyan deyirdi, mən prezident olacağım. Yəni bundan müsahibə getmişlər, nadandılar. Bilirsiniz, bunlar nadandılar, bunlar üçün fərq eləməz, bunlar öz işlərindədirlər. Və bugün də, baxın, Qubadlıda qoca bir kişini çıxardıb oraya, sən bunu belə de, əl çalmaq filan. Mən istəyirəm ki, deyə də bilmir, bədbaxt oğlu. Yaşlı kişidir, kənd adamıdır, kostyum alıb giyindiriblər buna köynəklə filanla. Ki, bu da çıxıb deyir ki, mən təklif edirəm ki, İlham Əliyev Azərbaycan Xalq və Milli Məclis təsdiq eləsin ki, İlham Əliyev bu ölkənin ömürlük prezident vəzifəsinə qəbul edilsin.
Yani Zahid Oruç da eynən dünən, baxın, bugün Heydər Əliyevin deyək ki, həyat yoldaşı haqqında deyilən həqiqətləri qəbul eləmir. Deyir ki, bunu qıraq düzgündür. Amma deyək ki, Mehman Hüseynovun və yaxud da Xədicə İsmailin və yaxud da deyək ki, istənilən bir Azərbaycan vətəndaşının, yadınızdadırsa mən sizə danışmışdım cəbhəçilərdən bir nəfərin başına gələnləri. Yəni, bu adam təsəvvür edin, günlərin bir günü gəldi, işin qızğın vaxtında, yəni hadisələrin, deyək ki, siz ki, ərəfəsində filanda gəldi ki, bəs mən siyasəti tərk edirəm. Ay, niyə, nə bilim, iş falan belədir, falan belədir, falan. Ya, min cür bahanə uydurdu və biz sonralar öyrəndik ki, həmən bu şərəfsizlər məhz onu da bəs o görüntülərlə şantaj edirlər. Amma Zahid Oruç, təsəvvür edin, bugün Heydər Əliyevin tərəfini saxlayan, ona deyək ki, haqq qazandıran və ona qarşı bu videoları, yayanları qınayan şərəfsiz, dünən heç bir deyək ki, Mehman Hüseynovun deyək ki, evinə kamera yerləşdirir, onu 4 il, 5 il izləyən şərəfsiz də demiş ki, belə ləyaqətsizlik eləmək olmaz. Və inanın ki, dostlar, yəni günlər keçəcək, yəni vəziyyət dəyişəcək, elə bir vaxt gələcək ki, deyək ki, hamısı öz yerini alacaq və biz demokratik cəmiyyət quracağıq. Bax, onda bütün bu olub keçənlərin hamısına Zahid Oruç cavab verəcək. Yəni, bugün Zahid Oruç dediyi sözlərə görə pul alacaq. Yaxşı pul verirlər ona, yəni qəpik quruş yox. Baxın, deyək ki, Razi Nurullayev bir 5 il, 10 il bundan qabaq deyək ki, dolanan burada ışıq pulunu verə bilməyən adam bugün təsəvvür edin, villalarından, falanından, deyək ki, Dubayda toydan falandan yadınızda mı? Baxın, yəni bunlar elə belə deyil ki, Zahid Orucun Azərbaycan Xalq Cəbhəsi partiyasını satıb, onu parçalayıb gidib başqa bir şey yaradıb və Milli Məclisin deputatı olmağı elə bilirsiniz boşunadır. Yəni bunun hamısının hesabını alırlar bu adamlar. Yəni o nöqteyi nəzərdən deyirəm ki, mən ən ağrıdıcı məsələ budur ki, yəni bugün bizim gənclərimizin bu qədər kənarda qalması mənə incidir və mən ona görə də belə bir gənclər klubu fikirləşdim, açdım. Siz bilirsiniz, mənim Ayvazoğlu TV-nin TikTok səhifəsi var. Haradasa mən sizə demişdim, 35-ci mində blok ödəyiblər Azərbaycanda. Hər gün izləyicilərin sayı azalır. Yəni mən yenə də hər gün nəsə paylaşıram və yaxud da deyək ki, 2 gündən bir siz bilirsiniz YouTube kanalında canlı yayıma çıxıram və eyni zamanda TikTokda canlı yayınlarım olur və onlardan xırda videolar paylaşıram. Amma yenə dəxli yoxdur. Yəni Azərbaycan izləyicisi demək olar ki, bunu görmür. Yəni biz də Azərbaycan dili danışdığımız üçün başqa yerdə bu məsələ təbii məsələdir ki, izlənilmir və o nöqteyi nəzərdən təsəvvür edin. 34.500-dən 33.900-ə inib 5-6 ay ərzində. Deməli, belə çıxır ki, deyilənlər doğrudur. İlham Əliyev, bu bilirsiniz də TikTok Çin istehsalıdır, Çindən gələn bir deyək ki, sosial şəbəkədir və bunun sahibi də Çinlidir. Yəni, təbii məsələdir ki, onların da psixologiyası bizi kimidir, istənilən vaxtı pulla satın almaq mümkündür. Yəni, o nöqteyi nəzərdən YouTube daha etibarlıdır. Yəni, bax belə, yəni, o nöqteyi nəzərdən mən istədim ki, Zahid Oruçla bağlı sizə bəs bu şeyləri danışım. Baxın, bu günləri bir video rast gəlib qarşıma. Əziz gənclər, əziz dostlar, əziz hörmətli Azərbaycan xalqı. Bu bizim, inanın mənə, mən bugün qəti əleyhinəyəm ki, məsələn, deyək ki, kimsə çıxsın Azərbaycanda ola, kimsə çıxsın nəsə deyək ki, heç məsələn, baxın. Və bu videoya baxın gələk. Bir dənə anamdır, anamın pensiyasına baxıram. Mən utanıram, boğazımdan keçmir.
Yıkılıp ölmeye kalmışam, and olsun Allah'a. Belə şey olar. Bu dəqiqə xəstəyim, o müharibədə xəstəlik dalmışam. Ona da bakan yoktu. Şimdi burada nazirlik kimdir? Çıksın bize cevap versin. Artık döze bilmirəm. Allah hakkı döze bilmirəm. Ürəyim partlayır. Her ne kadar da polisleri bizim üstümüze gönderirler. Gedem işləyirəm, bir iş yoktu. Dirəm evin başıma otur, bir balansa pul yoktu. Ben nətər dolanım. Hiç kimden korkmuram. Bakın, bak bugün Azerbaycan'da təsəvvür edin. Yani bu hakimiyetin, yani İlham Əliyev ve onun bandasının ne kadar nadan, ne kadar şerefsiz olduğuna bakın. Bunlar kanmır, bunlar anlamır ki. Yani bu insanları bu şekilde salma olmaz. Yani en azından sen bunun hemen o sen ayırdığın, şerefsizcesine ayırdığın o 350-400 manat sosyal yardım var ha. Onu vermelisin. Eğer sen buna hemen o dediğin ki Azerbaycan insanı istediği vakti özüne uygun istediği vakit iş tapabilir. Yani onu görürsen bunu temin etmelisin. Bu saat o kadar avara, ahmak adamlar var ki bu boşluktan iş yok. Koşulurlar da ki canlı yayma başlayırlar dövrelemeye, güya harda kime ilişebilmiş. Yani ülkede bu boyda facialar, bu boyda dehşetler baş verdiği zamanda oturup TikTok'ta eğlence aktarmak işliyor. Yazıksınız, gidin özünüze bir günah alayım kişiler. Ne kadar gençsiniz. İlleri yine verenden sonra geç olacak. He dostlar, yani o nokteyi nəzərdən mən düzünü deyim ki, bugün artıq 3-cü gündə biz canlı efirə çıxırıq, yəni Gənclər Qrupu ilə bir yerdə. Və təbii məsələdir ki, kanalımız hələ çox kiçikdir, təzə başlamışıq. İndi Allahın köməkliyi ilə hər gün, yəni həftənin 5 günü mən hər səhər saat 10-da Fransa vaxtı ilə, amma Azərbaycan vaxtı ilə birdə en azından yarım saat efirde bak belə də canlı sizinle əlaqədə olacağım, söhbət edəcəm. Yenə deyirəm, mənim məqsədim burada ancaq bu işə gəncləri cəlb eləməkdir. Ona görə ki, mənim siz bilirsiniz, YouTube'da da kanalım var və YouTube'da mən həftənin 3 günü, 1-ci, 3-cü, 5-ci günlər saat Bakı vaxtı ilə saat 18'də en azından 1 saat efirde oluram və mən sizinle görüşürük. Sadece olarak ben baktım ki YouTube'a gençler çok az gelir. Ona göre de istedim ki TikTok'ta da böyle bir sayfa açaq Gençler Grubu ve orada dertleşək gençlerle. Dertleşək ki onlar ağılsız addımlar atmasınlar. Anladıq ki kişiler biz hiç olmasa azdan çoktan biraz yaşadık. İlham Əliyev indi Azərbaycanda elə bir dövr açıb ki, elə bir mənzərə yaradıb ki, ya inqilab eləməlisən yığışıb, bunu deyək ki, it ölüsü kimi götürüb atmalısan Kürdəxanıya, ya da başqa variantın yoxdur. Ölkədən getməlisən, ya da buna nökərçilik eləməlisən. 3 variantdan biridir. Nökərçilik eləmək üçün də birisi məsələ aslındadır ki, bu nökərə də normal pul vermir, bu şərəfsiz. Bakın, bu ancak öz nökərlərinə, yəni deyək ki, o hansı ki, deyək ki, Azərbaycan xalqı normalni yaşayır, o da normalni yaşayan da uzaqbaşı 5%'dir, en çok götürsən. Hemen o 5%, hemen bu nökər naib olaraq normalni yaşadır. Yəni, səni, məni, bizi, sizi, onları, bunları İlham Əliyev normalni çörək verib, normalni iş yeri açıb yaşatmaq fikrində deyil. Yani en azından hiç olmasa yaşatmak fikrinde olmuş olsaydı, mesela hiç olmasa der ki o Polat öğretmek için bir zavod açardı veya da bir şey normal çörək vererdi ki yaşayasın. Onu eləmir. Şimdi bayağı ben o TikTok'a girerken bakın rast geldim Ford firmasının reklamını verirler. Yani firmanın özü yəqin ki işləyib bunu 1896-cı ildən üzü bəri bugüne kadar. Təsəvvür edin. O şeylerde ki maşın gedir, birinci o velosiped təkərinə oxşayan təkərlə balaca, küçük bir maşın,
o yavaş-yavaş dəyişir və illərlə yazdığı ki, məsələn, hər il, neçə ildən bir Ford firması hansı istehsalı, hansı maşını istehsal edib buraxıb. Baxın, ondan danışır. Siz Azərbaycanda deyək ki, elə bir firma tanıyırsınızmı ki, yəni elə bir firma varmı ki, bugün nəyinsə məşğul olsun, deyək ki, 100 il bundan qabaq məşğul olsun və bugün də həmən işlə məşğul olsun. Yoxdur. Onu bilə ki, nə Sovet hökumətinin vaxtında, nə də indi Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin buna marağı yoxdur. Onu bilə ki, o ənənəvi, yəni kök atmış firma istəmir. Ona nökər lazımdır ki, deyək ki, Dağlıq Qarabağda bugün tikdiyi evlər var, hansı ki, həbs düşərgələrinə oxşuyur. Ondan tiksin, hələ mən yadınızdadırsa demişdim, ehtiyatlı olun. Ehtiyatlı olun və evə gələndə bütün evin hər tərəfini yoxlayın. Ona görə ki, İlham Əliyev ağırlı kənd yaratmaq istəyir Qarabağda. Güya ki, yaradır da. Ağırlı kənd, yəni idarə olunan kənddir, dostlar. Ağırlı kənd deməli, hər evdə İlham Əliyev idarə eləmək üçün oraya bir sucukdan zaddan qoyub, yəni kameradan zaddan ehtiyatlı olun. Mən o nöqteyi nəzərdən deyirəm. Yəni İlham Əliyevə və onun bandasına etibar yoxdur. Nə qədər ki, bunlar hakimiyyətdədir, nə qədər ki, bunlar davam edəcək, bizim günümüz yox. Əsas məsələ budur ki, yəni bugün Azərbaycanda baş verənlərin hər birimiz şahidiyik. Yəni harada yaşamağından asılı olmayaraq, hamısı, bütün hər şey sosial şəbəkələrdədir. İstədiyin vaxt izləyə bilərsən. Və mən yenə deyirəm, dostlar, heç vaxt yaddan çıxartmayın ki, bizim hər birimiz, yəni bugün deyək ki, Mehman Hüseynovun başına gələnlər, yəni Mehman Hüseynovun ailəsinin başına gələnlər bizim hər birimizin başına gələr. Bunu heç vaxt unutmayın, yadınızdan çıxartmayın. Amma məsələn, bir dənə gənc qızın danışığını mən sizə indi göstərəm. Danışanda gözlərim dolur. Biz uşaqlıqdan bir cümlə eşitmişik. Oxu, yaxşı iş tapacaqsan. Oxuyub diplomu alandan sonra bir çox gənc bu sualı verir. Bəs hanı iş? İndi gəlin dürüst danışaq. Biz valideynlərimizin bildiyi dünyanı yaşamırıq. Onların gəncliyində iş az, ixtisas az, rəqabət az idi. Bugünkü bazar isə başqa planetdir. Minlərlə məzun, yüzlərlə bir-birinə oxşayan CV, onlarla daha təcrübəli namizəd. Yəni, reallıq dəyişib, amma niyəsə mesaj eyni qalıb. Universitetlə həyat bir-birinə uyğun gəlmir. Valideynlər düşünür ki, sən oxuyub bitirən kimi iş səni gözləyəcək. Amma indiki bazarda şirkətlər kağız yox, bacarıq istəyir. Və gənclərin çoxu dərk etməyə başlayırlar ki, diplom var, amma məndən real bacarıq istəyirlər. Valideynlərimizə uğur gətirən sistem artıq işləmir. Onlarda ardıcıllıq belə idi. Oxu, işlə, karyera qur. Bizim dövrdə isə özünü tap, bacarıq qazan, təcrübə topla, davamlı öyrən, tez-tez dəyiş, hər yerə uyğunlaş. Düzdür, çox çətindir, amma realdır. Ən vacibi isə heç kim bizə demir ki, diplom səni irəli aparmayacaq. Diplomu işlədən sən özünsən. Xarakterin, adaptasiyan, düşüncən, bacarıqların. Valideynlər səhv demir. Sadəcə onların dövrü üçün o doğru idi. Bu dövrün isə başqa qaydaları var. Və əgər diplom alandan sonra xəyal qırıqlığı yaşayırsansa, bil ki, səbəb sənin zəifliyin deyil. Sadəcə sənə köhnə xəritə veriblər. Sən isə yeni dünyadasan. Bəli, dostlar, məsələ burasındadır ki, baxın, bu gözəl, cavan, gözəl qızdır. Amma məsələ burasındadır ki, gözünün içinə kimi yalan deyir. Yəni, bugün nə bazar var, nə rəqabət var, heç nə yoxdur. Bugün var İlham Əliyev, onun hakimiyyəti və onun ətrafında olan dərəduzlar. Bir də adi, sıravi insanlar, o insanlar ki, boğazından kəsib uşağını oxudur ki, bəlkə bir iş sahibi oldu, bəlkə bunun da bəxti gətirdi, İlham Əliyev bandasında hansısa bir mövqe qazandı. Əslində bu da faciədir, inanın mənə. Yəni, əgər o
adam, o genç bilir ki artık kimin yanına gitsin? Şerrurist ben der mi? Pazar şerrurist ben der mi? Yani bugün Azerbaycan biznesinde, Azerbaycan tikintisinde, Azerbaycan inşaatında şerrurist ben derdi bugün eftişar. Kuldur. Bir manatsız Naxçıvandan Bakıya gəlir, quldurluqla olub milyarder. Bax. Və səhərdən axşama kimi də ona bunu atmaqla, deyək ki, bir evi 5 adama satmaqla, filanla, evtiməklə budur. Və sən onun yanında artıq, yəni dəqiq dönənləri şərif Rüsbəndiyyə savadsız idi. Gedirdin ətrafında indi oğurluyordun. Amma bu gün onun Amerikada oxuyub qutarmış nəvəsi var. O sana imkan vermez artıq uğurlamağa. Maaş çərçivəsində yaşaya bilərsən. Yəni, nəyi demək istəyirəm? Yəni, cavan qız indi görünür, bu da buradan nəsə qazanır, nəsə şeydi, indi deyir, bazar rəqabət başqadır. Axı, biz hamımız bilirik ki, bugün Azərbaycanda rəqabət yoxdur. Yadınızda da bu günlərdə Niyaməddin məsələsindən bağlı söhbət düşdü. Niyaməddinin qızı sən demə polkovnik imiş, falan imiş. Məsələn, Niyaməddin Musayev şərəfsizin biridir. Yadımızdadır da Heydər Əliyevin əlini öpdüyü səhnə yadımızdadır. Yəni bu adam və ona görə də indi gedib sual alamışdılar ki, nətər olub ki, Niyaməddinin qızı məsələn gəlib məhz bu Fövqəladə Hallar Nazirliyində də ki, polkovnik olub, yəni xüsusi idarə falan. Və dönənləri baxıram ki, şeydir, xəbərçilər, bu məlumat verənlər kanallardan hansısa məlumat verir ki, bəs Niyaməddinin qızı Röya işdən azad edilir. Nə var, ona görə ki, bəs Niyaməddin açıqlama verir ki, bəs getdim deyək ki, təbii məsələdir ki, hər kəs öz övladı üçün xahiş edirlər, getdim, xahiş elədim, onu şey götürdülər. Amma səhərdən axşama kimi bu şərəfsiz Kemaləddin Heydarov da, İlham Əliyev bütün bandası da deyir ki, bəs şeydən işə imtihanla götürülür. Yəni orada tanışlıq falan keçmir. Məsələn, deyək ki, sənədlərini verirsən, gedirsən ümumi imtihana, necə müəllimlər gedirlər, gedirsən sənət imtihanı verirsən və əgər sən deyək ki, yüksək bal yığırsansa, o yerin sahibi olursan. Amma Niyaməddin Musayev dedi ki, işte elə deyil, mən gedib xahiş eləmişəm, yəni hər bir ata öz evladı üçün gedib xahiş eləyə bilər. Bəli, bugün bizdə bütün insanlar hamısı, məsələn, deyək ki, hətta o yüksək bal toplayıb işə düzələnlər də tapşırıqla gedib yüksək bal toplayanlardır. Yəni, biz bunu bilmirik. Bu hakimiyyətdə yüksək bal toplayan adamı əgər elə belə iş versələr, deyək ki, sən Bakıda yaşayırsan, səni göndərərlər ucqar bir dağ kəndinə ki, ənində sonunda sən orada etiraz edəsən, getməyəsən. Məsələ budur. Yəni, o nöqteyi nəzərdən deyirəm dostlar. Yəni Azərbaycan hökumətinin elə belə sənə, mənə, bizə, sizə, onlara elə belə iş vermək və yaxud da pul vermək söhbəti yoxdur. İlham Əliyev hakimiyyətdə qalması üçün ona xüsusi instruktaj keçirlər ki, sən Azərbaycan xalqına deyək ki, gündəlik çörək pulundan başqa artıq pul verməməlisən ki, o başqa şey haqqında fikirləşə bilsin. Bax, belə dostlar. Bəli dostlar, artıq 35 dəqiqədir biz efirdəyik və heç kim qoşulmadığı üçün mən sizdən sağollaşıram. Amma yenə deyirəm, hər gün, həftənin 5 günü, birinci, ikinci, üçüncü, dördüncü və beşinci günlər Avropa vaxtı ilə saat 10-da, Bakı vaxtı ilə saat 1-də mən TikTok'da Gənclər Klubu verilişi ilə efirdə olacaq. İstənilən adam qoşula bilər, istənilən adam arzu və təkliflərini bildirə bilər və biz onu müzakirə edə bilərik. Sağ olun. Allah qoysa sabah görüşmə ümidiyle sizdən ayrılırım. Amma yadınıza salın ki, bugün 3-cü gündür və bugün bizim Bakı vaxtı ilə saat 18-də YouTube kanalında və elə bu TikTok'un özündə görüşümüz var, canlı efirimiz var. Buyurun, orada da qoşulub ürək sözlərinizi deyə bilərsiniz. Sağ olun, salamat qalın.